Salam, bugün sizə Kali Linux əməliyyat sistemində necə Zapier toolunu istifadə etmək lazım onu göstərəcəm. Zapier toolu sosial mühəndislik üçün istifadə olunan bir tooldur. Orada fərqli sosial media hesablarına hücum edib məlumat əldə edə bilərsiniz. Sadə bir tooldur, yəni 2.3.5 versiyasıdır. Çox yaygın tooldur, amma indilərdə çox istifadə olunmur. Nəysə. Deməli, əvvəlcə nə edirik? Bir dənə axtarış sistemi yeri açırıq. Google ya da proxy. Ben proxy'də axtarım. 3 dənə açıldı. Buraya yazırıq. Zapier kitab. Birinciyə daxil olaraq. Burada fərqli toollar var. Yəni bizim istifadəçilərimiz tool budur. Yəni burada bunları da yükləyib yoxlaya bilərsiniz. Mən yoxlamamışam. Burada kodu buna basırıq. Clone. Sonra terminalı açıb buraya yazırıq. Clone. Yapışdırırıq. Yazıb already exist. Yəni mən artıq yükləmişəm bunu. Ona görə proqramı işlədəcəm. Promoy. Sizdə git clone deyib bunu yapışdıranda yüklənməyə başlayacaq. 5-10 saniyə yüklənir. Deməli. Bu əmri yazaraq əməliyyatı çox proqram açmaq üçün. 5 Proqramın arayüzü belədir. Burada fərqli sosial media hesabları var. Məsələn, PayPal hesabdır. Facebook, Instagram, PlayStation, TikTok, nə biləm. Nə istəsiniz. Məsələn, bugün Instagramı necə etmək lazım, onu göstərəm. 2 qabağında 2 yazana görə 2 basırıq. 4 dənə seçeneği var. Deməli, birinci sadə ənənəvi, yəni Instagram səhifəsidir. Burada fake səhifə yaradırıq və bu link yaradır. Linki göndərirsiniz qarşı tərəfə, victima, qurbana, kimində hackləmək istəyirsinizsə. O linki açanda, yəni Instagramın səhifəsi açılacaq. Orada məlumatlar yazanda siz onları hərəkət edəsiniz. Traditional login page 1. Burada 1'ə basırsınız. 2'ni də seçə bilərsiniz. 2'ni seçəndə həmin göndərəcəyiniz linki custom eləmək olur, yəni dəyişmək olur. Məsələn, göstərəcəm. Bir portu custom eləmək istəyirsiniz. Eləyə bilərsiniz, eləməyə də bilərsiniz. Eləyək. Məsələn, 80.80. Məsələn, belə bir link verilir. Bu linki ikinciyə basanda məsələn, yazırsınız ace tipi nöqtəsi. Ace tipi belə verəcək. Ace tipi nöqtə / yazıb instagram.login.com kimi yazıb dəyişdirib daha inandırıcı eləyə bilərsiniz bu linki. Məsələn, bu linki mən kopyalayıram. Kopyayım. Yapışdırıram. Axtarış yerinə Google-da yapışdırmaq. Belə bir səhifə açılır. Yəni Instagram üçün oxşar bir səhifədir. Bu indi köhnə səhifədir. Yenilənib. Amma bunu deyirəm. Yəni domaindir bu. Domain qəribə görsənir, şübhələnir. Ona görə o custom eləməyiz daha yaxşıdır sizdən. Sən bura məlumat etsən, nəsə yazırsan. Burada basırsan özündən nəsə. Login. Save. Atdı Instagramın səhifəsini. Yazdığım məlumatlar burada hamısı düşür. Məsələn, belə. Proqrama yeniden daxil olaq. Əmrləri yazmaq istəmədiyim üçün proqramı yazdım.
PayPal, mesela ne var, neyi eləmək TikTok, PlayStation iyi. Burada sağ elə. Basaq. Burada düşdü yine məlumatlar. Yəni fərqli sosial media hesablarından yoxlamaq olar. Yəni bu biraz da sizin yaradıcılığınıza qalıb. Proqramı linki necə istifadə edəcəyiniz. Yəni WhatsApp-dan atarsınız, açar ya da nə bilim. Başqa bir yolda var. Yəni proqram bu yolla qurbanı yeməyə bilər. Amma siz brute force da eləyə bilərsiniz. Brute force nədir? Brute force mümkün bütün kombinasiyaları, şifrələri yoxlayır. Siz bir dənə fayl yaradırsınız. Faylın içinə məsələn 100.000 şifrə yaradırsınız və o şifrələri həmin yazdığınız username-ə görə yoxlamağa başlayır. Məsələn yazırsınız. Məsəl üçün deyirəm, atıram Firdavszadə Instagram səhifəsinin adıdır. Başlayır o axtarmağa kodu. O da kompüterin ekran kartından asılıdır, gücündən asılıdır. Məsələn zəifsə turub 5-6 ilində yoxlaya bilər də. Yəni ona görə biraz güclü olmalı kompüter. Çox güclü olmalı ki, daha tez cavab versin, cavab tapa bilsin. Ona görə bu yol daha əlverişlidir. Zapier sosial mühəndislik proqramı. Bu proqramı istifadə etmək üçün Kali Linux lazımdır. Kali Linux'dakı yəni əməliyyat sistemində kompüterdə yükləyə bilərsiniz ya da ki VM və ya VirtualBox yükləyərək Windows proqramında. Windows'da VM VirtualBox yükləyərsiniz. Məsələn, onun içində Kali Linux qaldırırsınız. Elə bir başqa bir əməliyyat sistemi qaldırırsınız. Orada da eləmək olar. O da necə eləyəcək desəz, YouTube'da videosu var, baxa bilərsiniz. VirtualBox Kali Linux necə yüklənir yazaraq axtara bilərsiniz ya da çox istənsə mən özümü də göstərərəm. Video bu qədər.